Azərbaycan Dövlət Su Agentliyinə təyinatlarda Abbas Abbasov, Əhməd Əhmədzadənin əməlləri ilə bağlı geniş açıqlamam olub. O naziri də nazir idarə eləmir. Demişəm də bu haqda yəqin ki. Restoranlar kralı, nazirin qudası Fuad Quliyev idarə eləyir. Birbaşa Ramiz Ənvəroviç, Abbas Abbasov ilişkilərinə bağlı Əhməd Əhmədzadənin işbirliyində olan bir adamdır. Northwest şirkəti orada iş alandı. İş verəndə Azərbaycan Dövlət Su Agentliyidir. Suayb bəy, hər iki şirkətdə olan adamlar eyni mərkəzin adamlarıdır. Yaxın dostlardır. Nə bilirdilər ki, bu qədər layihə ayrılacaq və eyni zamanda bu şirkətə yerləşmək lazımdır. Deməli, burada ciddi bir arxada gizli strukturlaşma var ki, ölkənin infrastrukturlarını, şirkətlərini ələ keçirirlər. Abbas Abbasovun yaxın bir adamları, ailələrine yaxın adamlar həm Azərbaycan Dövlət Su Agentliyində, Su Agentliyinin rəhbərliyinə gəlir. O, eyni zamanda Norveç şirkətində də layihə rəhbərləri və şirkətin idarə olunmasında prosesə cəlb olunurlar. Məqsəd nədir Zahir bəy? Ayrılmış 100 milyonların necə içərisində hərəkət edib daha çox nə qazanacaqlar, onda mübarizədən danışıram mən. Bəli. Mən buradan Elçin Bədalova deyirəm ki, mən hələ sizin akkordda olan fəaliyyətinizdən danışmıram, kimlərlə işbirliyinizdə olduğunuzdan danışmıram. Azərbaycan dövlətinə olan təxribatlarda o şirkətin rəhbərlərinin nə kimi rol oynadıqlarından danışmıram. Siz bu şirkətə gəlib Azərbaycan dövlətinə xidmət eləməli olduğunuz halda necə olur ki, Abbas Abbasov və Əhməd Əhmədzadə çətəsinin icraçı direktoruna çevrilirsiniz. Abbas Abbasov Moskvada oturub Azərbaycanda dövlət çevriliş hazırlayır. Siz Azərbaycanın 100 milyonlarla ayrılmış tenderini ələ keçirib Azərbaycanda ciddi bir iqtisadi infrastrukturlara rəhbərlik edirsiniz. Siz buna cavab verəcəksiniz. Mən buradan hörmətli Hacı İbrahim Manaflıya müraciət edirəm. Çox hörmətli Hacı İbrahim bəy, siz bu adamları nəzarətə götürün. Şirkətinizdə bir ciddi denetim aparın və o şirkəti xarici qüvvələr necə elə keçirib Azərbaycanın milyonlarını necə dağıtmaq istəyirlər, Azərbaycan iqtisadiyyatı necə dağıtmaq istəyirlər, orada nəzarəti götürün. Eyni zamanda Azərbaycanın Maliyyə Naziri Sahib Babayev cənablarına müraciət edirəm ki, siz Azərbaycanın ayrılmış layihələr üzrində pullarına nəzarəti sifarişçi şirkət kimi Azərbaycan Dövlət Su Agentliyindən alın, maliyyəni siz ayırmışsınız, Azərbaycanda yeni bir qurum yaransın. Dövlət layihələrinin birbaşa icrasına nəzarət qurumu. O qurum nəzarət eləsin ki, bu pulu necə xərcləyirlər? Doğrudan ayrılan vəsait inşaat işlərinə necə sərf olunur? Orada hansı maxinasiyalar həyata keçirilir, hamısının qarşı salınsın. Mən bu adını hörmətli Sahil Babayevdən gözləyirəm. Dövlət Su Agentliyindən deyil, Azərbaycanın digər dövlət qurumlarında, ihalə ayrılan dövlət qurumlarında tamamilə nəzarət ələ keçirib, ayrıca bir qurum yaratsın özünə nəzdində və o qurum bunlara nəzarət etsin. Doğru fəaliyyət göstərən sifarişçi qurumlarda ayrılan pulları da onlara uyğun həyata keçirsinlər. Əgər orada yeyinti var, dağıntı varsa onlara vəsait ayırmaq, Azərbaycanın maddi imkanlarını kimlərin ayağının altına sərmək heç kimin haqqı və hüququ deyil, ona nəzarət olmalıdır.